magazin, qaranlıq küçə, axşam saat 11. Gəzirəm boş bekar, qarşıdan biri gəlir, yaxınlaşıb yanına baxaraq gözlərinə salam verdim. Kinayəli bir baxışla bağışla, tanımadım sən deyir. Sonradan anladım, gec də olsa bağışla, səhv saldım. Yanlış anlama məni, xahiş səni birinə oxşatdım. Dedikdə baxıb üzümə altdan gülümsədi. Mən səydim başımı önə, üzr istəyərək uzaqlaşdım. O binaların həyətinə yaxınlaşırdım addım-addım. Düşünürdüm hələ də o günləri və birdən xatırladım. Gedərkən qayıdacam demişdin qulağıma astaca və ürəklənib irəliyə doğru daha bir addım atdım. 29 aprel 2016, daha bir il geridə qaldı. Gəzdikcə nəbatət bağı təkrarən səni mənə xatırlatdı. O gün kimi gözəl dava, qəflət əsdi külək gözümə, sən qaçdı olan gülən gözlərimi ağlatdı. Uskamyada əyləşmişdik, o gün sənlə yadımdadır. O yarım qalan dəmir ürək var, hələ də yanımdadır. Görüşəndə əgər bir gün özünlə gətir birləşdirək, yarı səndə, yarı məndə, o ürəkdə yarım qaldı. 7 ay keçdi artıq, nə yanına gəldim, nə zəng vurdum. Amma əsla düşünmə ki, axtarmadımsa səni mən unutdum. Amma nə etmək olar bundan artıq, belə isə qismət, son görüşdə də uzaq dur dedim, mən də durdum. Bağışla məni sevdiyim, söz vermişdim onuna. Kəsirləri verinəcən yaxınlaşmayacam yanına. Mən uzaq duracam, sən də unutma, çalış, söz vermisənsə gözləyəcəyinə sadiq qalandına. Bugün sənin ad günündə istərdim ki, yanında olam. Çox oturdum, düşündüm ki, nə hədiyyə alam və əlimi atdım cibimə, əlimə keçdi kağız qələm. İstədim bu repi də yazıb sənə ad günündə hədiyyə edəm. Xahiş diqqətlə qulaq as, çünki yaşanmışlardan yazdım. Hədiyyəm yazarkən xatirələrdən ilham aldım. Adi bir rep deyil bu, çünki diqqətli olsan anlarsan. Sən xoşbəxtkən mən gecə gündüz yatmayıb bu repi yazdım. Gəl açıq danışaq, nə yalan deyim, nə gizlədim. Ad günündə əvvəlki tək yanında olmaq istərdim. Qismət beləymiş deyərək əlimi açıb yaradana sevgilim, sənə bir ömür boyu xoşbəxtlik dilədim.